Hamınıza salam uşaqlar, mən Nərgiz. Kanalıma və videoma xoş gəldiniz. Bildiyiniz üzrə son 4-5 aydır kanalda heç bir şəkildə paylaşım etmirdim və bu uzun fasilədən sonra ilk videomu keçən həftə atdım. Uşaqlar, 11-ci sinif olmaq çox çətindir. Mən 10-cu sinifdə heç bu stresi yaşamamışam, nə də ki 9-da bu stresi yaşamamışam. Proqramı çatdırmağa çalışmaq, imtahana sayılı günlərin qalmağı, müəllimlərin öz imtahanları, OTK-nın imtahanları, onlayn dərslər, əyani dərslər, həqiqətən hər şey o qədər qarışıqdır ki, 11-ci sinif olmaq gözlədiyimdən daha da qəribədir. Buna görə də heç bir şəkildə video paylaşacaq həvəsi, nə də ki vaxtı özümdə tapa bilmirdim. Kommentlərdə tez-tez soruşursunuz ki, hədəf, güvən yoxsa OTK? Birincisi, müxtəlif kurslar sınaqlar keçirirlər və hər kursun mənim düşündüyümə görə öz imtahan keçirmə stili var. Və mən bunlar içində DİM-ə ən yaxın OTK-nı görürəm. Çünki birincisi OTK DİM-in birbaşa əməkdaşıdır. Həm də ki OTK-nın o buraxılış üzrə sualları demək olar ki, DİM-dən eyni səviyyədədir. Və siz bugün əgər buraxılış imtahanına gedib aşağı-yuxarı 200-220 yığırsınızsa, böyük ehtimal imtahanda da 200-ü keçib o balı yığacaqsınız. Həm bir dəfə 9-lu imtahana girmiş biri olaraq, həm də ki OTK-nın demək olar ki 6-7 bəlkə imtahanda iştirak eləmiş biri olaraq deyə bilərəm ki, DİM-ə ən yaxın qurum hal-hazırda OTK-dır. Özüm də 2 dəfə bu il OTK-da iştirak eləmişəm. Bir dəfə ikinci buraxılış imtahanında, bir dəfə də birinci blok imtahanında olmuşam. Və buraxılışdan danışacaq olsaq, məncə hal-hazırda ölkədə DİM-in keçirdiyi buraxılış imtahanına uyğun, ona ən yaxın, ona ən bənzər sınağı keçirən qurum məhz OTK-dır. Riyaziyyat sualları çox DİM-in suallarına bənzəyir, həm də ki Azərbaycan dilində mətnlərin yazılması çox bənzəyir. Məsələn, mən güvən imtahanlarında da olmuşam. Güvənin riyaziyyat sualları daha çox məntiq tələb eləyən, daha uzun. Mən güvənin riyaziyyat suallarını olimpiyada suallarına çox bənzədirəm. Məsələn, imtahanda 270-280 arası yığan uşaqlar, yəni ətrafımdan da görürəm ki, güvəndə 230-240 arası yığırdı. Çünki güvən imtahanları DİM-dən daha da çətin olur. Keçən ildə OTK-nın imtahanlarında olmuşam. 2 dəfə blok imtahanında, bir dəfə buraxılışda. Amma keçən il mən buraxılış fənlərindən hazırlaşmırdım. Buna görə buraxılışa bir dəfə getdim. Sadəcə 10-cu sinifin ortasında səviyyəmi ölçmək üçün getdim. 10-cu sinifdə sadəcə blok fənlərindən hazırlaşmışam. Və hal-hazırda 5 fən, imtahana sayılı günlərin qalmağı və artıq yaydakı blok imtahanı belə bizə çox yaxındır. Və OTK-nın 28-ci sınağı olacaq, buraxılış sınağı. Onda da iştirak eləyəcəm. Hal-hazırda da ona hazırlaşıram. Riyaziyyatdan, natural ədədlərdən düşmüş suallara baxacağam. Hal-hazırda gördüyünüz testlər OTK-nın öncəki illərdə istifadə etdiyi sınaq suallarıdır. İmtahana qalan müddət azaldıqca OTK-nın öncəki illərdə istifadə etdiyi sınaqları, DİM-in keçirdiyi sınaq suallarını, imtahana düşmüş sualları işləmək çox vacibdir.
never dreamed that I'd meet somebody like you. And I never dreamed that I'd lose somebody like you. Demək olar saat hardasa 1-dir. İndi mən riyaziyyatdan funksiyanın testlərini yazacağam. Mürəkkəb funksiyadır mövzumuz. Səhv eləmirəmsə 108 dənə test olmalıdır. Və mənim funksiya ilə çox xoş xatirələrim var. Məndən soruşsaz ki, riyaziyyatda ən sevdiyim bölmə hansıdır? Funksiya deyərəm. Bəs ən pis bildiyim mövzu hansıdır? Ona da funksiya deyərəm. Biz yəni funksiya ilə 9-cu sinifdə tanış olmuşuq. Ən azından mən 9-da tanış olmuşam. Biz imtahana hazırlaşanda çox pis bilirdim funksiyanı. Və 3-cü zonaydıq. 1-ci və 2-ci zonanın suallarını işləyəndə ikisində də funksiya var idi. Birincisində xətti funksiya, ikincisində kvadratik funksiya var idi. Bir də müəllim normal olaraq 2 zonanın testlərini çıxartdırdı, verdi işləməyə. Mən hər 2 zonada funksiya sualını səhv elədim. Müəllim də sağ olsun mənə izah elədi. Müəllim həqiqətən izah elədi. Mən də onu başa düşürmüş kimi belə təsdiqlədim. Hətta müəllimə qayıdıb dedim ki, müəllim, 1-ci zonaya xətti funksiya düşdü, 2-ci zonaya kvadratik düşdü, parabola, 3-cü, yəni bizə 100% hiperbola düşəcək. Çünki niyə? İmtahan sualları mən salıram axı, ona görə yaxşı bilirdim. Heç nə, mən getdim, o qədər arxayınam ki, bir dənə hiperbolanı öyrəndim, dobislərə heç baxmadım. Getdim imtahanı, açdım riyaziyyatı, gördüm oradan parabola sualı mənə belə-belə eləyir. Heç nə, o sualı səhv yazdım, -4 bal. Yəni, ona görə belə funksiya ilə çox xoş xatirələrim var. Dəhşət çox sevirəm funksiya mövzusunu. İndi gecə 1-dir. Yəni indi başlasam, yəqin ki 3-ə tərəf bitirərəm funksiyanı. Kafemdə uzatmışam, yəni gecə yatmaq yoxdur. I never dreamed that I'd meet somebody like you. And I never dreamed that I'd lose somebody like you. No, I don't wanna fall in love. No, I don't wanna fall in love with you. With you. What a wicked game to play to make me feel this way. What a wicked thing to do
Let me dream of you